Euzubillahimineşşeytanirracim. Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Vessalatu vesselamu ala Resulillahil emin. Habibi ilahina ve tabibi nufusina Ebil Kasimi Muhammed. Ve ala ehli beytihi tayyibin tahirin el masumin el mükerremin. Her bir kəsi Allahın salamıyla salamlayırıq. Allah Teala inşallah hər birimizi bu ayı həqiqi oruç tutanlardan, onu yad eləyən bəndələrdən qərar versin. Ramazan ayını hər birimiz üçün inşallah xeyirli, bərəkətli keçirtməyi bizlərə nəsib eləsin. İnşallah keçən illərdə olduğu kimi bu ildə inşallah Ramazan ayında gündəlik olaraq müəyyən mövzulardan danışmağa çalışacağıq. Bu ay hər birimiz üçün fürsət ayıdır. Bu ay vasitəsilə, bu ayın ibadətləri ilə, bu ayın Allahın etdiyi lütfləri sayəsində insanın özünü dərk etməyində, həyata baxışını dəyişməyində çox əhəmiyyətli ola biləcək aydır. Və Allah Teala bizlərə bu baxımdan bir çox fürsətlər verib ki, biz bu fürsətlərdən layiqli şəkildə istifadə edə bilsək, həqiqətən də çox irəliləyib, çox inkişaf etmiş ola bilərik mənəvi baxımdan. Bizim inkişafımızda təbii ki, əhəmiyyətli rolu oynayan məsələlərdən biri insanın özünü dərkidir. Özünü dərk çox əhəmiyyətli bir məsələdir və Qurani-Kərim insanların müxtəlif xüsusiyyətlərindən danışır. İnsanın həm zəif xüsusiyyətlərini qeyd edir, həm də yaxşı xüsusiyyətlərini, gözəl xüsusiyyətlərini qeyd edir. Təbii ki, insanların da bu xüsusiyyətlərin hər birini bilməyi özünü dərk baxımından çox əhəmiyyətlidir. Bəzən olur insan, məsələn, özündə bəzi zəif xüsusiyyətlər olur ki, onun fərqində olmur. Ancaq onu bilmək, həmin xüsusiyyət üzərində işləmək insanın inkişafında çox əhəmiyyətli rol oynaya bilər. Ona görə də inşallah bu ay ərzində öz növbəmdə mən bacardığım qədər bu mövzuda danışacağım ki, Qurani-Kərim bizlərə insanın hansı xüsusiyyətlərini təqdim edir və hansı xüsusiyyətlər bizlərdə necə formalaşmalıdır və yaxud bizlərə hansı zərərləri ola bilər, bu baxımdan danışmağa çalışacağıq. Və bugün ilk seçdiyimiz mövzu insanın daxilində olan xüsusiyyətlərindən biri qorxu və ümid hissidir. Bu hiss hər bir insanda var və insan üçün ən əhəmiyyətli hisslərdən biridir. Bəlkə də elə birincisidir. Müasir elm bunu qeyd edir ki, insanın bütün psixoloji xüsusiyyətləri bu iki dənə xüsusiyyət üzərində qurulub. İnsan hansı hallar keçirir psixoloji baxımdan qorxu və ümid üzərindədir. Və ümumiyyətcə insanın həyatını tənzimləməyi, insanın həyata qarşı hədəfləri də elə bu iki vasitə üzərindədir ki, duyğu üzərindədir ki, insan həm qorxur, bu baxımdan hər hansı bir işlər görməyə çalışır və eyni zamanda ümid eləyir. İnsan hər hansı bir işi görəndə ümidi olmasa təbii ki, həmin işi yerinə yetirməyi mümkün deyil. O iş üçün hər hansısa bir addım atmaz. İnsanın qəlbində ümid var deyənə bu işləri yerinə yetirməyə səy göstərir, şövq eləyir. Qurani-Kərimdə ilk öncə bu bir qədər, belə deyək, uzun mövzu olduğuna görə mən 2 günə bölmüşəm. Bu günləri sırf qorxu üzərindən danışacağım. Qurani-Kərimin qorxu ilə bağlı fərqli şəkildə göstərdiyi ayələr var ki, hər birində fərqli kəlmələrdən istifadə edir. Biz bir kəlmə ilə ifadə edirik həmin duyğunu, qorxu kəlməsi ilə, ancaq Qurani-Kərimə baxanda bir neçə kəlmədə fərqli xüsusiyyətləri olduğuna görə həmin kəlmələri istifadə edir ki, onlardan
İnşallah bir-ikisinə bu günləri toxunmağa çalışacağıq. Bu xüsusiyyətin həm yaxşı tərəfi var, həm də insan üçün zəif ola biləcək tərəfləri var. Biz Quran-ı Kərimə diqqət yetirsək, Allah Teala nə buyurur? Tin surəsində Allah Teala buyurur ki, Bismillahirrahmanirrahim. Laqad xalaqnal insana fi ahsani təqvim. Biz insanları ən gözəl biçimdə yaratdıq. Allah Teala insanı ən gözəl şəkildə yaradır. Və insanın daxilində bu qeyd etdiyimiz xüsusiyyətlər ki var, hər biri cəm olanda insanı ali eləyir, ona görə insan ən gözəl şəkildə yaradılır. Biz deyirik, məsələn, filan xüsusiyyət insanın zəifliyidir. Yəni bu baxımdan nəzərdə tutulmamalıdır ki, Allah Teala deyir axı ən gözəl şəkildə yaratdım. Yəni bu ayənin ziddinə olan bir kəlmə deyil bu. Sadəcə həmin xüsusiyyətlər insanda var və hansı formada istifadə eləməyə çox önəmlidir. İlk öncə qorxunun insan üçün faydalı olan tərəflərindən danışacağım. Quran-ı Kərimdə Allah Teala bir ayədə buyurur: Bismillahirrahmanirrahim. İnnəmə zəlikumuş-şeytan yuxavvifu əvliyəəhu fələ tuxafuhum və xafuna in kuntum mu'minin. Siz yalnız şeytan öz dostlarından qorxudub, sizi yalnız şeytan öz dostlarından qorxudub və çəkindirir, amma siz onlardan qorxmayın. Əgər möminsinizsə, Allahdan qorxun. Bu qorxu imanla bağlı olan qorxudur və bu ayədə xavf kəlməsini Allah Teala işlədir. Xavf kəlməsi iman üzərindən olan qorxudur ki, insan bu qorxunun vasitəsilə özünü idarə etməyə çalışır. Allahın qoyduğu qadağaları, etdiyi əmirləri yerinə yetirməyə çalışır. Quran-ı Kərimin başqa bir ayəsində isə xaşiyyət kəlməsi işlənir. Xaşiyə. Bu da qorxunun bir növüdür, ancaq bu qorxunun şiddətli növüdür, daha ali növüdür. Və bu qorxunu insan özündə formalaşdıra bilsə, insan bütün günahlardan çəkinə bilər. Necə ki, məsələn, peyğəmbərlər, məsumlar, övliyalar bunu bacarıblar. Xaşiyyət növü ki var qorxunun, həmin qorxunu özlərində formalaşdırıblar deyənə, ona görə Allaha tam şəkildə təslim olublar. Və Allah Teala o həmin kəlməni görün necə işlədir Quran-ı Kərimdə. Buyurur Bismillahirrahmanirrahim. İnnəmə yaxşallaha min ibadihil uləmə. Bir Allah bəndələri içərisində Allahdan ancaq alimlər qorxar. Bu daha ali qorxunun göstəricisidir. Bu xaşiyyət ki deyirik, burada deyir ancaq alimlər qorxar. Burada alim məqsəd o demək deyil. Məsələn, hər hansısa bir biliyə sahibdir, hər hansısa bir məsələn professordur, elmi dərəcəsi var. Burada həqiqi şəkildə Allahı tanıyan və həqiqi elm sahibi olan insanlardan Allah Teala nəzərdə tutur, onlardan danışır. Və xaşiyyət kəlməsi deyir, onlarda formalaşa bilər. Və alimlərdən biri qeyd edir ki, xavf deyir, imanın şərtidirsə, xaşiyyət qorxusu isə, xaşiyyət növü isə elmin şərtidir. Çünki bu şərt olmayanda biz müasir dövrə nəzər salsaq, elmdən insanlar üçün hansı formada istifadə edirlər, onu çox aydın şəkildə görə bilərik. Bir çox hallarda müasir dövrün elmi insanların qəsdinə dayanan bir hal alır. Elmi inkişaf elətdirirlər, müəyyən texnikaları inkişaf elətdirirlər. Nəyə görə? Bəzi maraqlar insanların məhvində rahat şəkildə dayana bilsinlər deyənə, bəzi güc göstərə bilsinlər deyənə. Bu niyə görədir? Həmin xüsusiyyət yoxdur deyənə, elm var, ancaq həmin xüsusiyyət yoxdur. Qorxu xüsusiyyəti yoxdur deyənə, rahat şəkildə də necə istəyirlər insanlarla elə də rəftar edirlər. Və yaxud hər hansısa bir texnikanı yaradırlar, insanların gündəlik həyatına daxil edirlər. Baxırsan ki, insan normal insani keyfiyyətlərindən artıq uzaq düşür. Normal düşünə bilmir. Normal həyatını yaşaya bilmir. Allahın əmr etdiyi şəkildə yaşaya bilmir. Baxırsan ki, namaz var, ibadət var,
Quran oxuyur, müəyyən məsələlərdən xəbərdardır, ancaq həyatını tam olaraq tətbiq eləyə bilmir. Bunun da səbəblərindən biri nədir? Həmin o elm ki var, qorxusuz şəkildə insanlara təqdim olunub, səbəblərindən də biri budur. İnsan özünü idarə etmə funksiyalarından biridir. İnsan təqvalı, vəra sahibi və iffət sahibi olmağı üçün mütləq şəkildə bu xüsusiyyət özündə olmalıdır. Əgər bu olmasa nə təqvalı ola bilər, təqvanın kökü gedir elə qorxuya dayanır. Təqva nədir? Allahın qadağan etdiyi şeylərdən çəkinməkdir. Allahın əmr etdiyi işlərdə yerinə yetirməkdir. Elə kökü qorxuya gedib dayanır. Əgər bu insanda olmasa və insan da həmin xüsusiyyətlərə sahib ola bilməz. Allah Teala Quran-ı Kərimdə möminlərin əlamətlərindən biri olaraq bunu qeyd edir. Buyurur Allah Teala Nəhl surəsinin 50-ci ayəsində Bismillahirrahmanirrahim Yaxafuna rabbahum min fawqihim və yef'aluna ma yu'marun. Onlar öz üstündə olan Rəbbindən qorxar və özlərinə əmr edilən işləri yerinə yetirərlər. Qorxu elə bir xüsusiyyətdir ki, insan nədən qorxursa ondan qaçır. Normal olaraq bizim gözümüzlə gördüyümüz nə var? Bizim o şeyə ki, qarşı içimizdə qorxu varsa, həmin məsələdən biz qaçmağa çalışırıq. Yeganə qorxu Allaha aid olan qorxudur ki, bu qorxu vasitəsilə insan Allaha yaxınlaşır, Allahdan qaçmır. İnsanı Allaha daha da yaxın edir. İmam Sadiq əleyhissalam bir hədis buyurur. Buyurur, möminin mömin iki qorxu arasındadır. Biri budur ki, keçmişdə etdiyi günahlara görədir ki, həmin günahlara görə bilmir Allah onu ilə necə rəftar edəcək. İkinci qorxusu da deyir, buna görədir ki, gələcək həyatında hansı səhvlərə, hansı xətalara yol verəcək, bunu da bilmir. Buna görə də mömin gecəni yalnız qorxu ilə keçirdər və qorxudan başqa da heç bir şey onu islah edə bilməz. Möminin islahı üçün lazımdır bu. Doğru və düzgün yolu tutmaq üçün lazımdır. Başqa bir hədisdə yenə də İmam Sadiq əleyhissalam buyurur, mömin insan qorxan və ümidvar olmayınca mömin ola bilməz. Qorxduğu və ümidvar olduğu şey üçün isə əməl etməyincə qorxan və ümidvar ola bilməz. Ona görə də çalışmalısan da, nədən qorxursan və nəyə ümidvarsan, həmin işlərə görə də səy göstərməlisən. Bu qeyd elədiyimiz növ insanı Allaha yaxınlaşdıran növdür ki, Allah Teala bu xüsusiyyəti insanların daxilində qoyub. Və qeyd elədiyimiz kimi burada bir dənə incə bir məsələ var ki, sanki burada bir idarə etmə funksiyasıdır bu. Və insanı tanıyan, insandan xəbərdar olan bəzi müəyyən quruluşlar olub ki, biz tarix boyda bunu görmüşük. İnsanların həmin xüsusiyyətlərindən öz məqsədləri üçün istifadə edib ki, bu da insanın daxilində olan qorxu baxımından zəif xüsusiyyətidir. Və insan da gərək bunu nəzərində saxlasın, bunu bilsin. Biz kifayət qədər tarixdən misallar çəkə bilərik. Nümunələr göstərə bilərik ki, insanın bu xüsusiyyətindən hansı formada istifadə ediblər və hansı nəticələr verir. Nəzərdə tutduğum budur ki, həmin qorxu növü insanlarda bunu yaradır ki, insan haqqı görə bilmir. İnsan düşünür, haqqı bilir, ancaq həmin qorxu vasitəsilə haqqa tərəf meyli sala bilmir, deyə bilmir, haqqı qəbul edə bilmir. Ancaq bilir haqqdır. Quran-ı Kərimdə bunun nümunəsini Allah Teala bir çox qissələrdə verir. Bir qissəni Fironun misalında qeyd edir Allah Teala. Yunus surəsinin 83-cü ayəsində buyurur Allah Teala. Bismillahirrahmanirrahim. فَمَا آمَنُوا لِمُوسَى إِلَّا زُرِّيَّةٌ مِنْ قَوْمِهِ عَلَى خَوْفٍ مِنْ فِرْعَوْنَ وَمَلَئِهِمْ إِنْ يَفْتِنَهُمْ وَإِنْ فِرْعَوْنَ لَعَالٍ فِي الْأَرْضِ وَإِنَّهُ لَمِنَ الْمُسْرِفِينَ. Firon və əyanlarının bəlası qorxusundan Musaya öz qövmündən yalnız kiçik bir dəstə iman gətirdi. Çünki Firon o yerdə hakim idi və həddi aşmışdı.
onların gözündə bir qorxu yaratmışdı. Allahın ayələrini gözləri ilə görsələr də o qorxuya görə iman gətirə bilmirdilər. Bu insan üçün zəif bir xüsusiyyətdir. Və insanın bundan xəbərdar olmağı çox mütləqdir. Biz eyni zamanda bunun bir nümunəsini də harda görürük? Kərbəla hadisəsində görə bilərik. Hz. İmam Hüseyn əleyhissalama ki, Kufəlilər məktub yazmışdı, onu dəvət eləmişdilər. Bir anın içində öz düşüncələrindən niyə görə daşınırlar? İbn Ziyad Kufəyə vali təyin olunanda, ora gələndə birinci iş nə olur? Birinci iş olur ki, bir hissə insanı mal-dövlətlə özünə tərəf çəkə bilir, digər hissəni isə qorxu vasitəsilə. Qorxu vasitəsilə və həmin qorxu səbəb olur ki, onlar haqqı görə bilmirlər. Özlərini düzəldə bilmirlər, dəyişə bilmirlər. Bilirlər kimə qarşı çıxırlar. Bilirlər, məsələn, Peyğəmbər övladıdır. Bilirlər, Həzrət Əlinin övladıdır, xanım Fatimənin övladıdır. Allahın yer üzündə höccətidir, nişanəsidir. Ancaq bunu bilə-bilən yenə də ona tərəf gedə bilmirlər. Niyə görə? Buna görə ki, insanın həmin o zəif xüsusiyyətindən istifadə edirlər. Zəif xüsusiyyətindən istifadə edirlər və insan da haqqı görə ona tərəf gedə bilmir. Demək ki, eyni vaxtda insan üçün həm qurtuluşa səbəb ola bilər, həm də fəlakətə səbəb ola bilər bu duyğu. Allah Taala bu duyğunu insanların daxilində qoyub və insan gərək bunu yerinə görə düzgün qiymətləndirə bilsin. Əgər düzgün qiymətləndirə bilməsə, son olaraq bu cür fəlakətlə üzləşə bilər. Ona görə də bizə düşən gərək bacardığımız qədər ayıq olmağa çalışmağımızdır, ayıq olmağı bacarmalıyıq. Yoxsa bəzən olar ki, biz bu xüsusiyyətləri özümüzdə bilmərik. Bu xüsusiyyətlərin yaxşı və pis tərəflərini, özümüz üçün nöqsan sayılacaq tərəflərini ayırmağımızda çətinlik çəkə bilərik. Ona görə də bu ayları biz özümüz üçün bacardığımız qədər fürsət bilək və bacardığımız qədər faydalanmağa çalışaq ki, Allah Taala'dan eyni zamanda da istəyək ki, bizlərə bu baxımdan bəsirət versin. Həyata baxışımızı dəyişməyə bacaraq ki, bu kimi hallarla qarşı-qarşıya gələndə həmin daxilimizdə olan xüsusiyyət bizim əleyhimizə istifadə olunmasın, öz əleyhimizə işlənməsin. Allah Taala inşallah